Dərsə keçelim. Çaya keçelim, dərsə keçelim. Deməli, bugün haqqında danışacağımız əsər, danışacağıq Rəsul Ruzanın Qızılgül olmayaydı poeması haqqında. Deməli, bilirsiniz ki, Müşfiqin xatirəsinə nəsr olunub əsər. Daha əvvəl, daha erkən yazılıb. Yəni 1937-ci ildən çox qısa bir müddət sonra yazılıb əsər. Çünki Müşfiq repressiyaya uğrayıb, ondan sonra da əsəri yazıb. Amma həmin dövrdə Sovet dövründəki senzura, həmin dövrdə sıxışdırılma bu əsərin çapının sıxışdırılmaya görə bu əsər çap oluna bilməyib ta ki 1963-cü ilə qədər. Yaxşı, indi əsər haqqında başlayaq, əsəri bir-bir oxuyaq və hissə-hissə oxuyaq. Məlumat izah gedək. Deməli, deyir, gecə qapım döyüldü. Bu, müəllifin dilindən başlayır danışmağa da. Yəni, Rəsul Rza özü müəllifdir orada və Rəsul Rzanın dilindən başlayır danışmağa. Deyir, gecə qapım döyüldü. Görəsən kimdir gələn? Kimsən? Sual verir qapının arxasındakına. Mən. O da cavab verir ki, mən. Açdım qapını, baxdım. Yox, tanımadım. Vahimədən qorxan körpələr kimi. Çəkildim addım. Bəlkə də işıq azdı. İllərin o tayından gələn yorğun yolçunu belə adi işıqda tanımaq da olmazdı. Deməli, illərin o tayından gələn yorğun yolçu. Yəni, bu burada xatırlayır ki, bunu bir müddətdir, bir uzun müddətdir görmür. İllərin o tayından gələn yorğun yolçunu belə zəif işıqda, belə adi işıqda tanımaq olmazdı. Başını qaldıranda gözlərin bircə anlıq gözlərinə sataşdı. Elə bir kimsə birdən köhnə tanış kitabın səhifəsini açdı. Yəni, bu yaddaşı başlayır təzələnməyə, köhnə bir kitabın səhifəsi açılır bunun gözlərində. Yenə bağlandı kitab. Təzədən kitab deyib bağlandı, yenə qapandı kitab. İndi qoçaqsan, buyur, 1001 varaq içindən o bir səhifəni tap. Görün, burada nə maraqlı bir dillə ifadə edib öz sözünü Rəsul Rza. Bir anlıq gözün qabağına gəlib, bir anlıq xatırlayırmış kimi olub, o olur ya, məsələn, kimsə yolda görürsən, tanışlar, bir anlıq xatırlayırmış kimi olursan, amma xatırlamırsan da. Bu da onu neçə min səhifəlik kitabın arasındakı bir səhifə kimi səhifəyə bənzədir. Yəni, bir anlıq səhifəni tapdı, sonra bir anlıq itirdi. Deyir, indi qoçaqsan, 1001 varaq içindən o bir səhifəni tap. Sonra da salamlaşırlar. Salam, bu deyir, salam, buyurun. Əynində nimdaş palto, başında bir nimdaş şal. Nə ipəkdir, nə də yun. Saçları ağ, illərlə bağlı sandıqda qalıb. Şəfəqini itirmiş adicə gümüş kimi. Gözlər cüt qara ulduz, quyuya düşmüş kimi. Orada deməli bu gələn yorğun yolçunun, gələn qonağın halını təsvir edir. Əynində nimdaş bir şal var. Nimdaş, yəni köhnə. Nimdaş palto var, başında bir nimdaş şal var. Saçları ağdır, deyir, sanki deyir, illərlə sandıqda qalıb. Rəngi bozarıb, ağarıb. Şəfəqini itirmiş. Yəni o şəfəq günəşin şüasını itirmiş. Yəni saçları parıldamır da, yəni o mənada. Adicə gümüş kimi. Gözlər cüt qara ulduz quyuya düşmüş kimi. Yəni gözlər quyuya düşmüş kimi nə mənaya gəlir? Yəni gözünün altı qaralıb, soluxub gözləri də gözün ətrafı üstü, altı qaralanda içi sanki bir quyuya düşmüş kimi olur. Salamçavan bir şeiri var, gözləməkdən gözüm çuxura düşür. Gör bir soruşursan, nə çöküntüdür. Sənin xatirələr dağılıb evə, bağışda otağım tör-töküntüdür. Belə bir şeiri var. Orada da mesela misra var, o ifadə var. Deyir ki, gözləri sanki quyuya düşüb. Bu da onu deyir. Bunların diyaloqu başlayır. İzin verin, mən asım. Bu da deyir ki, yox, özüm asaram. Özü aslı paltonu. Dilbər xanım icazə verməyib bu paltonu assın. Özü aslı paltonu. Sonra da aram otağa göz gəzdirdi. Birdən üzümə baxdı, dodaqları titrədi. Elə bil oyuncağı qırılmış, uşaq kimi hıçqırıq için indi ağlayacaqdı.
Biraz keçdi, toxtadı. Xəfif kövrək təbəssüm qondu dodaqlarına. Ağlamaq istəyib bir anlıq, amma özünü saxlayıb ağlamayıb və birdən xəfif, qorxaq bir kövrək təbəssüm qondu dodaqlarına. Yəni bir anlıq dodağa qaçmaq deyirlər də, onun üçün belə eləyib, belə. Yəni mən göstərə bilmədim. Yəqin orada daha yaxşı olub. Təbii ki, mənim aktyorluğum yoxdur, mən müəlliməm də. Bu zaman xatiratın dolaşıq yollarında bir fanar yandı, söndü. Bu o filmlərdə zətdə dizi filmlərdə olur, belə obrazın yaddaşına bir şey gələndə başında bir işıq yanır, belə impuls yanır, lampa yanır. Yəni bu da ona bənzər bir şey deyir. Deyir bir fanar yandı, söndü. Bu zaman xatiratın dolaşıq yollarında bir fanar yandı, söndü. Bir anlığa nə isə bu aydınlıq içindən mənə əziz göründü. İllər qanrıldı, gəldi. İllər qanrıldı geri. Yəni illər deyib qanrıldı geri. Geriyə doğru əyildi. Yəni bu artıq başladı yavaş-yavaş o nə isə xatırlamağa. Sonra deyir, yaddaşımın yolunu gəzib dolaşdı, gəldi. Yox, şeylər etmək kaldırırlar. Deyir, yaddaşımın yolunu gəzib dolaşdı, gəldi. İllər qanrıldı geri. Xatirələr illərin ardından aşdı, gəldi. Yaddaşımın yolunu gəzib dolaşdı, gəldi. Yəni bu yavaş-yavaş xatirələr canlanmağa başlayır, bu artıq xatırlamağa başlayır. Beynində, xatirəsində yavaş-yavaş bunun o canlanır ki, kimdir də bu. Sonra deyir, bir də o saçların kölgəsində titrəyən, səni oxşayan, səni oxşayan, oxşamaq burada əzizləmə mənasında, səni oxşayan, sənə sevgi dastanı deyən əllər, onun əlləri, o. Burada məsələn Müşfiqlə söhbət gedir. Müşfiq imiş də, o gələn Müşfiqin xanımı idi və Müşfiqin xanımın saçlarını kim oxşayıb zaten? Müşfiq oxşayıb da. Bir uşaq kimi kövrək, o bədbəxtin əlləri. Müşfiq bədbəxt olmuşdu da burada. Düzdür, Dilbər xanımı bədbəxt sayılır, amma Müşfiq o bədbəxt. Yəni uzaqdadır, o. Yaxında olsa bu bədbəxt deyər, o bədbəxtin əlləri. Tanıdınızmı? Dedin, tanıdım. Bu sən idin, onun Dilbəri. Baxdım sənə, bilmirəm, bir saat ya da bir an, həyəcanla, heyran. Səsimizi eşitdi, tez gəldi şairə də. Tez gəldi şairə. Şairə, yəni qadın şair söhbət gedir. Kimdir bu qadın şairə? Nigar Rəfibəyli. Deməli, Rəsul Rızanın həyat yoldaşı Nigar Rəfibəyli, övladları da yazısı Anardır. Biz onun bir əsərini keçirik, keçən ilin son gecəsi əsərini keçirik. Məşhur əsərləri 5 mərtəbəli növün 6-cı mərtəbəsi və yaxud da ikinci adı ilə təxminə azarda deyirik. Filmi də var. Hal-hazırda Yazıçılar Birliyinin katibidir. Nigar Rəfibəylinin Gəncə şəhərində Xanbağında heykəli də var. Əlavə məlumat üçün bunu deyim. Səsimizi eşitdi, tez gəldi şairə də. Görəndə səni birdən yerində dondu, qaldı. Sonra da qollarını sınıq bir budaq kimi sənin boynuna saldı. Nigar Rəfibəyli gəlib, Dilbər xanımdan bunlar sarılıblar, qucaqlaşıblar. Sonra deyir ki, sən də qoşuldun ona. Elə bir göz yaşları sözün yolunu kəsdi. Töküldü damla. Dərd nələr etmir adamla. Hanla elə bir nitqi özünə gəldi. Xeyli baxdı gözünə. Xoş gördük Dilbər, dedi. Deməli, xanım da artıq bundan danışıb, diyaloqlara başlayıb. Axı o da o sərt boranda, qarda, yollarına əbədi hicran kölgəsi düşmüş, o kədərli, qorxulu, ümidli uzaqlarda bizimlə həm sevincdir, həm kədər, həm söhbətdir. İndi burada o sərt boranda, qarda, düz istəyirəm, o sərt boranda, qarda, burada hansı sərt boran qar? Yəni, hər hansısa bir ilin qışından mı danışır? Bəli, amma buradakı sərt boran qar hava şəraitindən bağlı deyil yalnız. 1937-ci ildə Azərbaycanda şairlərə, yazıçılara, mədəniyyət xadimlərinə qarşı bir repressiya olub və burada da söhbət həmin repressiyadan gedir.
ki, həmin dövrün bütün şairləri, öldürülən şairlər də, sürgün olunan şairlər də, öldürülməyən şairlər də hamısı təqib olunublar, hamısı izləniblər, hamısı qorxu içində yaşayıblar. Yəni indi Rəsul Rza öldürülməyə bilər həmin vaxtı. Nə dursa xilas ola bilər. Ya burada qətiyyən pis mənada bir şey demək istəmirəm. Amma sən kimsə satıb deyə gedib öldürülməyib. Yəni elə fikirlər dolaşır axı cəmiyyətdə ki, bəs Səməd Vurğunun satqın olduğu üçün, müşfiqi satdığı üçün öldürməyiblər. Rəsul Rza satqın olduğu üçün öldürülməyib. Ay nə bilim filan kəs filan şey olduğu üçün öldürülməyib. O söhbətlərə, o toplara qətiyyən girmirəm. Söhbət burada nədən gedir? Burada söhbət sırf həmin dövrdə hamısı qorxu içində olublar. Və müşfiq nədir ki, müşfiq öldürülüb. Rəsul Rza da müşfiqin dostu olub və öldürülmə təhlükəsi olan insanlardan biri olub. Həmin dövrün şairi, yazıçısı, eyni zamanda da müşfiqin dostu. Və burada öz yoldaşını deyir ki, axı o da o sərt boranda, qarda yollarına əbədi hicran kölgəsi düşmüş, o kədərli, qorxulu, ümidli uzaqlarda bizimlə həm sevincdir, həm kədər, həm söhbətdir. Gəl əzizim, gəl dedi. Nigar Rəfibəyli, Rəsul Rzanın xanımı deyib ki, Dilbərə gəl. Gəl əzizim, dedi, gəl, ömrün vəfası budur, gəl, otur. Töklü aralığa nəhayətsiz, zamansız bir sükut. Ah, bu sükutun dili yansın. İndi bunlar hamısı susullar və burada Rəsul Rza bu sükutla bağlı başlayır bir xeyli danışmağa. Bu sükutun dili yansın. Yandırır bir köz kimi, yandırır bir nadan ağzından çıxan söz kimi. Əlimi oda tutub mən saxlaya bilərəm bir neçə an. Çəkmərəm əlimi qızmar alovdan. Dişlərimi qızıyaram, nə qədər göynəsə yaram, nə qədər bərk ağırsa yenə 1-2 saniyə qısıb nəfəsimi, çıxarmaram səsimi. Lakin belə sükuta nə tabım var, nə tavanım, nə qərarım. Elə bil ki, dildir ötür hər hüceyrəmdə göz-gözə açılmış yaralarım. Bu deyir ki, mən əlimi bir qızmar alova tutub belə sıxıb saxlaya bilərəm, dözə bilərəm ona. Amma nə barədə belə sükuta mən dözə bilərəm. Dilbərin susmağını istəmir burada. Çünki o an sükut belə ən ağır bir cavab ola bilir. O an sükut çox ağır bir zərbə ola bilir. Yəni cavab gözləyirsən. Elə bir anı hər insan yaşayıb və yaxud yaşayacaq. Hə, deyir ki, bir sözdür. Yəni elə susub ki, bu danışıb bunun danlamasını, bunu vurmasını istəyir, amma bir də susmasın da. Bir sözdür. Heç olmasa məni məzəmmət elə, danla. Qurtar nigarançılıqdan, mərhəmət elə. Gözlərində nifrət görüm, sözlərində hiddət görüm. Dayanma belə məlul, ümidsiz yollara göz dikən kimi. Qəzəbini yığ, yumrula, bük ən acı, ən amansız sözlərə. At üstümə bir daş kimi, sanc bağrıma. Tikan kimi bir şillə vur, at üstümə qom-qom, dəstə-dəstə. Ancaq bu sükutu kəs, bircə din. Yoxsa nadir hədiyyən bu yanıqlı sükutdur. Budur qəmli yollardan keçib gətirdiyin, susursan, onda mənə qulaq as. Qınama gəl söhbətim, dağınıq olsa biraz. Aha, indi bu başlayacaq müşfiqlə bağlı xatirələrindən danışmağa. Deməli, indi başladı. Bakıya yenicə gəlmişdim, yenicə işə düzəlmişdim. Başımda kənd havası, bir də riyadan uzaq gənclik sevdası. Riya yalançılıq, küzlükdür. Yəni, bu deyir ki, mən kənd uşağı idim, rayon uşağı idim, Göyçayılıqda. Və təmiz idim, riyadan uzaq idim o mənada. Başında kənd havası, bir də hər riyadan uzaq gənclik sevdası. Biz onunla tanış olduq bir yaz səhəri Gənc İşçidə. Gənc İşçi qəzetində bunlar tanış olublar. Tez məhrəm oldu bir-birinə, könlümüzün gözü də, qəlbimizin içi də. Masamın yanına gəldi, əlini uzatdı, müşair müşfiq. Sonra əlavə etdi, qoçaqsan, qafiyə tapsan. Dedim, ağır olar bu yük. Yaxşı, indi burada bir məsələ ortaya çıxır. Bu əlini uzadıb, deyib, Mikail müşfiq. Qoçaqsan, qafiyə tapsan. Bu da deyib ki, ağır olar belə yük. Yaxşı, müşfiq, ağır olar belə yük, ki.
Burada hanı qafiyə? Aha, indi burada bir məsələ ortaya çıxır. Bu Mikail Müşfiq Xızdan olub, dağlı olub və Bakı ətrafı tərəflərdə, Bakıda yaşayıb. Da onların nəticələrində sonu q ilə bitən bir çox sözün tələffüzü ç kimidir. Namiq yox, namik. Müşfiq yox, müşfik. Və Mikail Müşfiq buna əlini uzadanda deyib ki, Mikail Müşfiq. Çınla deyib, Mikail Müşfiq. Qoçaqsan, qafiyə tapsan. Bu da deyir ki, ağır olar belə yük. Yəni, burada qafiyə oldu. Aha, qoçaqsan, qafiyə tapsan. Bu da deyir ki, ağır olar belə yük və bunlar dostlaşdılar. Uğundu getdi. Uğundu gülməkdən uğunmaq mənasındadır. Uğundu getdi. Bu qəribə gözlənilməz qafiyəyə. Sonra yoldaşlarına qoşuldu, getdi. Dostluğumuz belə başladı. Sonra da illər boyu bu dostluğu şeirin səsi, şeirin nəfəsi, şeirin duzu bərkitdi. Ayrılmadıq. Bahar oldu, qış oldu, gün oldu, yağış oldu. Qulaq as bacım, qulaq as. Qəmli söhbət gileysiz olmaz. Sinəmdə qövrədəndə qubar, dolu olanda ürək, deyib boşaldasan gərək. Tanışlığımız bir yaz səhəri oldu. Dedi ki, ömrümüz nurlu səhər olacaq. Nə bilək, nə bilək. Baş alıb gedən illərdə elə günlər gələcək. Yediyimiz, içdiyimiz ağı zəhər olacaq. Cibimiz puldan azad, könlümüz qəmdən. Mən onun axıcı şeirindən həzz alardım. O mənim xalları bərkiməmiş nəğməmdən. Burada o Mikail Müşfiq çox axıcı şeirlər yazan bir müəllif olub da. Yəni 29 yaşında öldürülüb. 29 yaşına qədər normal şair həyatında, yəni deyək ki, bir 10 ildir şeir yazır, 12 ildir şeir yazır. 3-4 şeirlə tarixdə qalıb. Yenə o bağ olaydı, yenə yığışaraq siz o bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, sizə qonşu olaydıq. Yəni, axıcı şeirlər müəllif olub. O isə mənim hələ xalları bərkiməmiş nəğməmdən. Bu nə deməkdir? Rəsul Rza sərbəst şeir, sərbəst vəzinlə tanınıb Azərbaycan ədəbiyyatında və sərbəst vəzin hələ o dövrdə yeni yazılırdı. Rəsul Rza da ilklərdəndir, öndərlərindəndir sərbəst şeirin, sərbəst vəzinin. Yəni hələ deyir ki, mənim şeirim hələ bu ədəbi mühitdə tam qəbul olunmamışdı. Hələ mənim özüm də bu üsluba yeni öyrəşirdim də. Yəni o deməkdir ki, xalları bərkiməmiş nəğməmdən. Yəni tam yetişməmiş nəğməmdən. O hamıdan sadə idi, hamıdan açıq ürək. Uşaq kimi inanan, yetim kimi kövrək. Dilində idi çox zaman acığı, qəzəbi. Həm bədəndən zəif idi, həm də xeyli əsəbi. Və başlayır burada Müşfiqin xasiyyətindən bağlı məlumatlar verməyə. Gah görürdün, kəskin odlu sözü ilə rəqibini dağladı. Gah görürdün, birdə sözdən qısılıb bir bucağa xısın-xısın ağladı. Hərdən qızı birdə tikana görə bütün bağı söyərdi. Hərdən saxta bir gülüşə inanar, bədxahını öyərdi. Bədxah yəni bunun pisliyini istəyən, bunun arxasında danışan o mənada. Dosta sadiq, ülfəti yumşaq idi, necə deyim, yaşlı bir uşaq idi. Yəni Müşfiqin xasiyyətindən bağlı bir xeyli məlumat verdi burada bizə ki, gah belə olurdu, gah belə olurdu. Yəni bununla demək olmaz ki, Müşfiq ziddətli bir obrazdır. O mənaya gəlmir bu təbii ki. Sadəcə olaraq Müşfiqin xasiyyətində həm belə olmaq var idi, həm də belə olmaq var idi. Burada o mənaya gəldi. Sonra deyir ki, tez-tez şeir oxumağa görüşlərə gedərdik. Zavoda ya məktəbə, qəsəbəyə ya kəndə. Salon susub durardı. Alovlu misraları o məclisə tökəndə. Oxutar, səni kim unudar. Müşfiqin şeiridir. Müşfiqin şeirinin iki şeiri Müşfiqin işlənib bu əsərdə. Biri bu şeirdir. Oxutar, səni kim unudar. İndi bu sözləri desək yeri var. Səni kim unudar. Bu ikinci səni kim unudar misrası, indi bu sözləri desək yeri var, səni kim unudar. O Müşfiq haqqındadır ki, yəni Müşfiqi kim unudar. Gözlərini yumardı. Mötərizdə yazıb ki, belə şakəri vardı. Şakər xasiyyət, vərdiş deməkdir. Deyir ki, bir şeir deyəndə gözlərini yumurmuş da bu. Oxutar. Şeir deyəndə bu gözlərini yumurmuş. Bu onun xasiyyətiymiş. Müşfiqin belə şakəri var imiş, xasiyyəti. Oxuyardı əzbərdən, bir kəlməsini çaşmadan. Heyran qalardı adam. Deməli, Müşfiq burada buradan belə
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, mənə elə gəldi ki, bizlərdən əvvəl nə göy, nə yer, nə torpaq olmuş, nə ağac dallarında bir yaşıl yarpaq olmuş. Ahəng, bu da Müşfiqin şeiridir. Yəni Müşfiqin ikinci şeiri də budur. Fikrim, hissim, xəyalım göylərə yüksəldi ki, mənə elə gəldi ki, indi burada ahəng axıcı, sözləri aydın, bəlkə o belə şair olmazdı. Bu xalq, bu torpaq, o yaşıl yarpaq, o aydın səhər, bir də sən, dilbər, bir də sən olmasaydın. Deməli, Müşfiq niyə şair imiş? Xalq var imiş, torpaq, yarpaq, bir də dilbər. Bunlar olmasa Müşfiq şair olmayacaqmış. İndi təbii ki, o şairlik Allah vericisidir. Burada söz gəlişi deyir onu. Sevirdi onu məktəbli də, kəndli də. Bu gün olmuş kimi gözümün qabağındadır, hələ də. Bir şeyə gedəsi, o oxuyandan sonra bir qoca səhnəyə qalxdı, yanaşdı ona, gözlərinə xeyli baxdı, sonra basıb bağrına onu, dedi: "Sağ ol bala." Əlinin dalı ilə sildi sevincdən yaşaran gözlərini. Təkrar etdi onun sözlərini. Oxutar, oxutar, səni kim unudar? Yadımdadır. Deməli, bir dənə bunun aydınlığını verim, açıqlamasını verim. Hardasa belə şey deyirlərmiş, bir qoca yaxınlaşıb, qucaqlayıb onu, gözlərinə xeyli baxıb və bağrına basıb onu ki, sağ ol ay bala. Yəni, yaxşı bir şey deyib, bunun xoşuna gəlib həmin kişinin. Sonra onun sözlərini təkrar etdi, oxutar, oxutar, səni kim unudar? Deməli, Müşfiq orada o şeir deyibmiş və qoca da qulağından sonra orada deyib ki, oxutar, oxutar, səni kim unudar? Yadımdadır, pəncərəsi döşəmədən bircə qarış yuxarı bir otaq. Əl vuranda qulun kimi qışqırırdı qapıları. Divarları çopur-çopurdu, küçədə yüyürsələr, sulağı parça-parça qopurdu. Köhnə bir ev imiş, sulağı qopurmuş, qapısına əl vuranda səsi aləm götürürmüş. Qapısı qara cəftəli, oturardı otaqda, o dəli, mən dəli. Bəzən ta sübhə kimi şeir oxuyardıq. Məzəli, o dəli, mən dəli. Mən dəli. Sonra ruzimiz, yəni yediyimiz, burada yediyimiz mənasında, yəni yediyimiz, içdiyimiz. Ruzimiz yaxşı gündə bir parça dağlı çörəyi, bir tikə xaçbulaq ətirli Gəncə pendiri. Təkməmizdə bağ yerinə adi zivə kəndiri. Zivə o belə paltar asılan hasar. Deyir, çəkməsinin bağı yox imiş. İndi hamı vaxt yaxşı bilmirmiş, indi kimi deyilmiş vəziyyət. Bunların çəkmələrində adi kəndir imiş. Adi zivə kəndir imiş. Yəni, çəkmənin özünün bağı deyilmiş. Mən deyirdim, o deyirdi, Füzuli, Nədim, Puşkin, Bayron, Sabir, Natəvan, başımızın üstündə qapaz kimi sallanmış tavan. Deməli, Füzulidən, Nədimdən, Puşkindən, Bayrondan, Sabirdən, Natəvandan şeirlər deyirlərmiş. Çay kəmşirin, çörək yavan, kağızlar qom-qom, top-top. Gözlərimiz zilli varaqlara. Miz üstündə Lermontov, Demon, Tamara, bir də Ruhullah. Deməli, Lermontovdan, Demondan, yəni Puşkin oxuyurlarsa Puşkindən, bunlar əsər tərcümə ediblər də, tərcümə işinə məşğul olublar. Rasulullah Xoşurov və Şirin poemasını tərcümə edib Nizami Gəncəvinin. İndi burada başlayır rus dilində hansı söz nə ilə əvəz ediblər, onu deyir də. Qırıq, günah, qırışni, günahkar, som, güruh, duh, ruh, dil açıb, türkcə danışdıqca iblis, uşaq kimi əl çalır, atılıb düşürdük biz. İndi burada İblis, Hüseyn Cavidin İblis əsərindən söhbət gedir və niyə bunlar uşaq kimi əl çalır? O zövqdən. Hüseyn Zavidi ustad kimi görüblər özlərini. Demirəm, Hüseyn Cavid Mükəmməl Müşfiqin və yaxud da Rəsulullahın ustadıdır. O mənada demirəm. Hüseyn Cavid bunlar üçün bir böyük rolunu oynayıb. Bunlar Hüseyn Cavid bunlar çox istəyirmiş. Onun şeirindən zövq alırlarmış. İblis də bilirsiniz ki, yəni İblis əsərində çox türkcə misra var da. Ben şimdi bir ateş fəqət əvvəlcə mələkdim. Həq xaliqə təhlil edirdim. Əvvəlcə mələklər məni təqdis ediyordu. Adəm kimi bir saygısız axır ləkə vurdu. Bu dediklərim burada yoxdur. Yəni sadəcə türkcə bir iki misal demək istədim ki, sizin də yaddaşınızda, beyninizdə canlansın.
Hə, türkcə şey deyəndə bunlar da Hüseyn Cavidin dahiliyinə, o misralar düzümünə, şairliyinə, bir də ki, şeirə, zövqlə əl sallarmış da belə. Bəh bəh, aycan o mənada. Aha, deyib bir axşamüstü vədələşdik, ayrıldıq. Bu xatirələrdən sonra başladı Müşfiqlə sağollaşıb, vədələşib sağollaşıb. Yəni sabah görüşərik, ayrılıblar, gediblər. Sabah gəldi, o gəlmədi. Ha, indi başlayır əsərin ən azacaqlı yeri. Xilaf çıxdımı vədəyə, fincandakı çaydan burula-burula qalxan buxar kəsildi, o gəlmədi. Pəncərədən düşən işıq divardan endi döşəməyə, o gəlmədi. Bu nə deməkdir? Günəş sən işıq vurur divara. Sən sonra günəş yerini dəyişir, oradan işıq divardan düşür yerə. Yəni gün getdi də o mənada. Divardan endi döşəməyə, o gəlmədi. Sinəmdə ürək başladı üşüməyə, o gəlmədi. Bəh bəh. Fikirlərim pırtlaşdı, oldu düyün-düyün, o gəlmədi. Gözlədim bütün gün, o gəlmədi. Qaranlıqda qərq oldu qəlbimdəki ümid, güley, intizar, o gəlmədi. Evinizə getmədim. Buna nə ehtiyac var? Gecə yoxa çıxanları səhər kimi axtarırdı. Gündüz kimi axtarırdı. Bu nə deməkdir? Deməli, əgər bir adam ki, gecə yoxa çıxır, deməli, bu öldürülüb, repressiyaya məruz qalıb və repressiyaya məruz qalıbsa, vətən xaini kimi repressiyaya məruz qalırlar da, bunlara vətən xaini damğası vururlar. Deyəcəksiniz ki, Müşfiq Azərbaycana xainlik eləmişdi. Heç Sovetə də heç bir xainlik eləməmişdi. Sadəcə, burada məsələ nə idi? Sovet əleyhinə iş görülmüş kimi qələmə verib bunları. Bunları Sovet əleyhinə bir iş görülmüş kimi qiymətləndirib. Gecələn öldürürlərmiş və həmin vaxtda bizim vətənimiz Sovet sayılırdı da. Yəni Azərbaycan deyə bir şey yox idi. Və əgər gecə bir adam yoxa çıxdısa, sən səhər onu axtarırsansa, deməli sən onunla ya əl birsən, nə işin var onun, neysən səhər onu axtarır? Əgər Sovetdənsənsə, yəni onu öldürüldüyünü bilənlərdənsənsə, onu axtarmayacaqsan. Çünki bilirsən ki, öldürülüb. Yox, əgər onu axtarırsansa və öldürdüyünü bilmirsənsə, deməli onu yaxınsan. Və o xaindirsə, sən də xainsən, o mənaya gəlir. Ona görə gecə yoxa çıxanları gündüz kimi axtarırdı. Hamı bilirdi ki, ölüb. Öldürüblər və onu heç kim səhər axtarmazdı. Səhər heç kim onu axtarmazdı ki, bunun da başına bir iş gəlməsin. Aha, o gəlmədi. Demək, gələ bilmədi. Bunu anlamaq çətin deyildi. Neçə-neçə ananın bir gecədə düz qaməti əyildi. Gedənlərin neçəsi axşam evində yatıb gecə getdi. Gedənlər bilir. Gedəndə necə getdi. Bir anda, bircə anda yoldaşdan dönüb vətəndaş oldular. Bu nə deməkdir? Məsələn, indi tutaq ki, məişətdə xitablar var da. Məsələn, nə xitabı var? Bəy var, cənab var, müəllim deyirlər bəzən, əmi, dayı, xala, bibi, xanım, ay xanım bir dəqiqə olar məsələn belə. O dövrdə də Sovetdə xitab Sovet dövründə yoldaş imiş. Yoldaş. Bir-birinə yoldaş deyə xitab edilmiş. O inci dövrdə də məsələn yoldaş Fərmanzadə. O baxın köhnə filmlərimizə deyir, yoldaş Mərdənzadanın əmridir, qurtardı. Əhməd Hardada filmində var. Yoldaş xitabı var imiş. İndi sizi yolda saxlasa bir dənə polis maşınından gedən yerdə və yaxud da məsələn yerə bir ziblatını saxlayanda nə deyə çağırır səni? Vətəndaş, dayan, tanımıraq səni. Yəni yoldaş tanıdığın, səndən eyni yolda olan, eyni yol gedən adamı deyirlər. Bir gecədə yoldaşdan dönüb vətəndaş oldular. Yaxın adamdan dönüb adi bir adama çevrirdilər. Heç kimə çevrirdilər. Tanınmadığım yaz bir insana çevrirdilər. O mənada deyir ki, bir gecədə yoldaşdan dönüb vətəndaş oldular. Cavanlar vardı ki, qaynar suya düşmüş çiçək kimi soldular, qozalardan nə deyim? Əydilər, əyim. Və əsərin biz keçdiyimiz hissəsi də burada bitir. Bu əsərin çap olunması 60-cı illərə alıb, çünki repressiyanın dalğası, repressiya özü 37-də olsa olub bitsə də hələ təsiri uzun müddət davam edib. 53-cü ilə qədər, Stalin dövrünə qədər sıxışdırılma davam edib. Stalin öləndən sonra belə yumşalma olub.
Deməli, əsərlə bağlı bəzi başqa məlumatlar verim. Sərbəst vəzində yazılıb, poemadır. Süjet xətti, deməli, süjet xətti var, qısadır. Müşfiq bir obraz kimi iştirak eləməyib. Müşfiqin xatirəsi canlanır. Müşfiq əsər boyu inkişafda verilməyib. Bu da var. Sonra əsərdə müəllifdən başqa kimin nitqinə yer verilib? Məsələn, Dilbər xanımın nitqinə yer verilib. Şailənin nitqinə yer verilib. Desək ki, məsələn, gələn kimi tanıyır evin sahibi, baş qəhrəman, lirik qəhrəman xeyr. Sonradan tanıyır. Gələn kimi Müşfiqin xanımı, Dilbər. Əsərdə Dilbər həmin dövrdə oğlu, yoldaşı, atası, nəvəsi, qardaşı repressiyaya qurban olmuş qadınların ümumiləşmiş bir obrazı hesab oluna bilər. Belə, ümid edirəm ki, bu izahımız faydalı olar. İzahla bağlı fikirlərinizi rəy bölməsində qeyd edərsiniz və gələn dəfə hansı əsər haqqında sizlə belə üzvə surət, tam üzvə surət sayılmır, hansı əsərin təhlilini istəyirsinizsə, onu da rəy bölməsində qeyd edin. Qeyd eləmək sizdən, çəkmək məndən. Sağ olun.